Bu günlərdə Gürcüstan təhsil sektorunda, sferasında maraqlı bir addım atıldı. Ali təhsilin müddəti, bəzi ixtisaslar özü ali təhsilin müddəti azaldıldı. Onlarda deməli 4 illik, bizimki kimi 4 illik ali təhsil müddəti idi. Bildiyim qədərilə 3 ilə endirildi, 1 ildə magistratura olacaq onlarda. Magistratura elə bil ayrıca bakalavriat dövrünün içinə daxil edildi ki, vaxt itirməsin. Ali təhsilin müddəti Azərbaycanda azaldıla bilərmi? Buna ehtiyac varmı? Bax, bu suallara bizim əməkdaşımız Gülnara Babayeva cavab axtarıb. Burada 4 il təhsil almaq həqiqətən də əlavə vaxt itkisinə. 4-cü kursun tələbəsinin auditoriyada olmasına artıq dünya təhsili icazə vermir. Gürcüstan parlamentinin qəbul etdiyi dəyişikliklərə əsasən universitet sistemində bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub. Öyrənən 3 ilə də öyrənir, 4 ilə də öyrənir, 5 ilə də öyrənir. Zaten öyrənmək üçün özünü inkişaf elətdirmək istəyən hər yerdə inkişaf elətdirir. Universitetdəki insanlar bəzən karyera planlanması üçün daha çox vaxt istəyirlər. Ona görə də universitetin vaxtının qısaldılması yaxşı olar tələbələr üçün. 1 ildə keçdiyin fənləri məcbur olub o 3 il ərzində bölüşdürməli olacaqlar. Ona görə də dərslərin yəni uşaqlar üçün yükü artacaq. Bəs Azərbaycanda ali təhsilin müddəti azaldıla bilər? Tibb üzrə, hüquq üzrə bu praktikanın həyata keçirilməsinin elə də lehinə deyilik. Amma bir sıra sahələr var ki, bəli, orada 4 il təhsil almaq həqiqətən də əlavə vaxt itkisinə. Məsələn, humanitar sahə burada əsas öndə gedir. Filologiya, jurnalistika, aktyorluq, rejissorluq. Mütəxəssislər bildirir ki, qeyri-ixtisas fənlərini çıxarmaqla təhsilin müddətini azaltmaq olar. Təbii ki, bu təhsilin keyfiyyətinə müsbət təsir göstərər. Bir var ki, qeyri-ixtisas fənləri öyrədilsin. Nəticə etibarilə tələbələr ixtisaslarına tam yönələ bilmirlər, qeyri-ixtisas fənləri buna imkan vermir. Dərs saatların vaxtını da azaldaraq bu sistemi tətbiq edə bilərik. Bilirsiniz, hal-hazırda bizdə 90 və ya 80 dəqiqə dərslər tədris olunur. Bunu fikrimcə ən azı 70 dəqiqəyə qədər etmək mümkündür ki, bu da təhsil müddətinin azalmasına imkan yaradacaq faktordur. Bugün Azərbaycanda bakalavrlarda birinci kursda keçilən fənlər digər kurslarda yenə o təkrarlanır və yaxud da oxşar fənlər keçilir. Bu kimi fənləri birləşdirməklə bir çox ixtisaslar üzrə təhsil müddətini bakalavrdan 3 ilə magistraturadan isə 1 ilə endirmək olar. Tələbələr əlavə 1 il vaxt qazandırmış oluruq ki, onlar daha erkən əmək bazarında özünə yer tapa bilsin. Ekspert Elmin Nurizadə dünya təcrübəsinin ölkəmizdə də tətbiqini təklif edir. 4 il olduğu kimi yerində qalır. Amma necə? 3+1 qaydası ilə universitetə getdiyimiz müddət 3 il olur. Yerdə qalan 1 il isə universitetdən, auditoriyadan kənarda oluruq. Yalnız istehsalat müəssisəsində. Biz pilot olaraq heç olmasa 10 ixtisasda buna getməliyik. 4-cü kursun tələbəsinin auditoriyada olmasına artıq dünya təhsili icazə vermir. Təhsil müddəti bu istiqamətə qısaldılmalıdır. Əslində, bəzi ixtisaslarda həqiqətən də qeyri-ixtisas fənlərinin yükünü azaltmaqla, ki, sonralar onlara heç bəlkə də lazım olmur, bilmirəm, təhsil müddətini azaltmaq olar. Lazım olmur, yox da, o sanki işin içində bişməlidir. Hətta yəni qabiliyyət məsələsi də var. Onun, yəni 4 il oxusun, əgər onda bir aktyorluq qabiliyyəti yoxdursa, nə bilim, bir istedat yoxdursa, boşuna zaman keçirmək deməkdir də. Əslində, o bişməlidir. Bişməsi üçün də belə işin içində olmaq lazımdır deyə düşünürəm. Bəzi sahələr, hamısına şamil eləmək olmaz. Sən bunu tibbə aid edə bilməzsən də. Tibbin hər ili dəyərlidir, hər ilinin öz ağırlığı var. Sən onun bir ilini digər şeyinə qata bilməzsən. Amma ekspertin qeyd etdiyi, təhsil ekspertinin qeyd etdiyi təklif də maraqlıdır. 3+1, 3 il təhsil müddəti, 1 ildə istehsalat müddəti. Praktikada təcrübə. Onsuz da 4-cü kursun axırı təcrübədir də. Amma biz universitetə gedib gəlirik də. Bu deyək ki, universitetə gedilməsin ümumiyyətlə. O 1 il ümumiyyətlə istehsalatda işin içində olsun. Bəli, o bir nöfəndə çünki işə götürəndə səndən nə qədər diplom tələb edirlərsə, bir o qədər də səndən təcrübə tələb edirlər. Və mən o təcrübəni harda toplamalıyam ki? Bugün universitetlərin tətbiq etdiyi təcrübə praktikaya gedirlər. Yəni, o kifayət eləmir. Çünki tələbələr yenə universitetə getməyə məcbur olurlar. Gedib haradasa təcrübə toplamaqdan ötürü də gedirlər, stajorluq müddəti keçirlər, nə bilim, nə edirlər, sonra da deyirlər, yox, yaşın keçib, indi də səni ona görə işə götürmürük. Bu yaş məsələsi də ön planda olduğuna görə, məncə də bəzi sahələrdə bunu eləyə bilərlər.